Java proqramlaşdırma dilini öyrənməyə başlamaq üçün ən yaxşı mənbələr hansılardır? Siz Java proqramlaşdırma dilini öyrənmək üçün ilk növbədə Oracle rəsmi səhifəsindən bu dil haqqında geniş məlumatlar əldə edə bilərsiniz. Bununla yanaşı, YouTube və Udemy kimi onlayn platformadan video dərsliklər əldə edə bilərsiniz. Best practiceləri öyrənmək üçün isə GitHub repository ilə baxa bilərsiniz. Java'da kod yazmağa başlamaq üçün ilk addımlar nələrdir? Siz ilk növbədə Oracle rəsmi səhifəsindən Java-nı kompüterə yükləməli, ondan sonra IDE seçimi etməlisiniz. Bundan sonra isə artıq siz Java-da kod yaza bilərsiniz. Bəs bu proqramlaşdırma dilini hansı sahələrə tətbiq etmək mümkündür? Siz Java ilə mobil applikasiyalar, web saytlar və oyunlar hazırlaya bilərsiniz. Misal üçün, LinkedIn və eBay kimi saytlardan Java proqramlaşdırma dili istifadə olunub. Bununla yanaşı, dünyaca məşhur olan Minecraft oyunu da Java ilə hazırlanmışdır. Bəs Java öyrənməyin üstünlükləri nələrdir? Siz Java öyrənərək geniş kitabxanaya və icmaya sahib bir proqramlaşdırma dili öyrənmiş olacaqsınız. Bununla yanaşı, Java bir yerdə yaz, hər yerdə işlət məntiqi ilə işlədiyinə görə platformadan asılı olmayaraq istənilən əməliyyat sistemində kod yaza biləcəyiniz bir proqramlaşdırma dilidir. Və siz Java öyrənərək freelance layihələr götürüb müxtəlif sektorlarda da iş tapa bilərsiniz.